Oğlum. Bak panda çok işəkdir, hə? Panda. Kung Fu Panda multikin qoşdum. Sən bax, mən də gedim biraz mətbəxdə iş görüm, yaxşı? Yaxşı. Bizim yanımızda elə də yerdən ev almışam ki, yanımızda heç yəni bir dənə qonşu da yoxdur ki, gedim söhbət edeyim, oturum falan. Çox pis yerdən ev almışam. Gərək buradan ev almazdım. Çox peşmanam. Gərək apartmandan falan alardım. Ana. Hə oğlum, Ne hə. acıdım Hə oğlum, niyə şorbanı qızdırım? Tez oğluma yemək qızdırım. Burada. Oğlum sen ağıllı Kung Fu Panda'ya baxırsan, hə? Aferin sana. Hə. Oğlum. Gel. Gel sen şorbanı koyayım. Oğlum. Gel sen. Gel. Çık. Hadi sonra. Ben evde harıl olacağım başka. Hadi bana. Koyduk. Oğlumca burada yemek yiyin. Değil mi? Oğlumca. Oğlum ben gedim həyətdəki gülləri sulayım, gəlirəm, yaxşı? Niş olsun. Su istəsən xaladenlikdən alma soxu götürərsən. Su istəyirəm, gedim. Qapını da çürütdüm. Bunları da satıram, yeşil market pul qazanıram. Oğlum olduğu üçün işləyə bilmirəm. Həm də çünki oğlum həm də balacağı. Bu kimin evidir? Ay daha çok maraqlı geldi. Gedim tez qonşudum mən də gedim mənə salam verim. Ay ya da yox, əli dolu gedim ayıqdı deyəcək ki bu kim? Gedim buradan konfet götürüm tez. Şiriniyat üstü yani qonşu ev görmeye falan. Ne yapabilirim ki? Ana. Hə oğlum, hə. Kurtardım. Hə, yaxşı get Kung Fu Panda'ya bax. Yaxşı. Oğlum, mən bura qonşu götürüb gedim biraz ona salam əleykum eləyim gəlirəm, yaxşı? Ayda, görsən bu kimdir? Oo, zengin biriymiş. Geldim. Hanım da. Geldim. Buyurun içeri geçin. Salam xanım. Salam. Necəsiniz? Yaxşıyam. Siz deyəsən bura təzə köçmüşsünüz. Bəli. Mən də bu ön evdə qaldım biraz. Yani evin sizinkine biraz bir kat falandı ama olsun. Ben sizi buraya geldiğiniz için size bundan almışam. İnşallah beğenirsiniz. Çok sağ olun. Götürün.
Sağ olun. Teşekkür ederim. İsteseniz gelebilirsiniz evime. Sizin uşağınız var. Benim oğlum var. Ben oğlunuzu tez buraya getirin. Çünkü istiyorsanız hemen gelebilirsiniz. Aha. Burada kocaman bir basketbol sahası var. Wow. Ben bunu YouTube'da görmüştüm. Burada bir tane düğme var. Heh, bu eğlence evinde basırsınız desem oyun yeri alınır. İstiyorsa eğlence yerinden. Oğlum basketboldansa buranın daha çok beğenir. Çünkü benim oğlum hele balatadır. Oğlum istiyorsansa getirin. 5 yaşı var oğlumun. İstiyorsansa oğlumu getirin. Ay çok severim. Ben de uşakları çok severim. Hə, yaxşı. Onda qonşu deyə bir-birimizə deyə bilərik. Xanım, qapınızı aça bilərsiniz. Xanım, qapınızı aça bilərsiniz. Açtım. Açılmayıb axı. Sonra gözlüğün gelir. Xeyr, açılmayıb. Gözlüğün gelir. Hə, açıldı. Sağ olun. Sağ olun. Xanım, bir də bir şey deyə bilərəm. Bəli. Yəni məndən bəzi adamlar deyir ki, qonşu nə deyə, adam açar, evin açarını belə verib getməyə qorxur, ki, nəsə eləyər falan. Siz mənə güvənə bilərsiniz. Mən buyurun sizə açarımı verim, buyurun. Nəsə gedib eləsəz, oğluma gedib baxarsınız. İstərsəniz siz də mənə açar verə bilərsiniz. Gözlüğümü verim. Hə, götürdüm. Çox sağ olun. Sağ olun. Adınız nə olmuşdu? Güler. Mən də Leyla, tanış olduğum adam. Sağ olun. Tez gedim. Oğlumu çağırın. Oğlum! Emma. Oğlum, sana möhtəşəm bir sürprizim var. Haradasan? Tuvalette. Tık tık tık. Əlimi yuyursan? Yok, hayır, gözü yiyorum. Hə. Oğlum, gəl də. Oğlum, git də. Oğlum, sana bir şey diyeyim. Neymişsin? Oğlum, sana bir şey diyeyim. Qarşı evdə ben konfet apardığım xala var. O çox zəngində, adı Gülərdir. Çox gözəl yerəsində. Onun ən axırıncı mərtəbəsində, yəni 3-cü mərtəbəsində. Oğlum, mənə qulaq asırsan sən. 3-cü mərtəbəsində evi var. Çox gözəldir. Salam. Bax oğlum, bu xaladır. Tamam. Gel seni eğlence merkezine aparacağım. Yaxşı. Benim evimin içinde eğlence merkezi var. Ne geçer? Oğlum, xala. Gözle. Buraya gel. Gözle. Var istiyorsan sen bak. Anlamak ne ki sen yanına bir de desman zat koysun. Çünkü anlamak ne ki sen yanına bir de desman zat koysun. Çünkü orada havuz var. Havuzda da çimersen. Yaxşı? Yaxşı. Ama ben desman koyarsam o da havuzda. Hə, yaxşı. Siz gedin, mən də sual götürüm gəlim. Gel. Hadi geldik. Oğlum, xalanı çox yorma. Yaxşı ana. Gel. Oğlumun buradaki şkafından tez götürün. Haydi. Burada. Ya orada değil. Haydi. Gözde. Gel gidelim. Gel. Benden gel. Gel. Aşağı. Elimdə olsa mənim atam var idi. Nasıl geldin? Hala. Gələm mənəm. Geç oyna. Ben basketbol. Getirdim. İndi oynarsan. Ben de gözde havuzu düzeldim. Basketbol yeri hatta da hala. Basketbol yeri. Oğlum. Xanım, siz mənim oğlumla çox yaxşı anlaşırsınız. Mən sizə hədiyyə olaraq gəlin birlikdə mənim maşınımla gedək havuz mərkəzində. Ya ben özümün havuzu var zaten.
Gəlin baxın. Gəlin onda şəhərə gedək, orada biraz gəzib eləyərik. Sonra gedək günə. Mənim indi işim var, yəni bir dənə biraz kompüterlə Hə, yaxşı. Xanım, mən də planşetimdən işim var. Olar sizin evdə işlə birlikdə. telefon verin. Oğlum, sənin tabletin var. Onu verərəm sənə. Xanım, siz hardaydınız? Mən Bakıdayım. Hə, arxa həyətdəsən. Aha, bir anda girdik içəriyə. Gəlin burada siz birlikdə işləyək. Olar. Hayır hala. Hə. Oğlumun adı Fatih'dir de ben unuttum. Ne olmuşdu Fatih? İndi o basketbol yeri yoktu. Ben orada gitmek istiyorum. Basket alıyorum bir de. Yaxşı gözlü. Fatih halanın ne demiştim ben, çok yormadı. Yok baby yoktu. Gel. Gel. Dararit dararit. Dararit dararit. Ah, müdürüm zəncələyir. Fatih, sakit dur oğlum. Xanım, burada bir tane yatak otağı var, oraya keçebilirim. Belki geçebilirsiniz. Keçin bura. Allah, müdür, bəli. İşimdən niye? Kim şikayet edip benim hakkımda? Oo, müdür, axı mən nə edəcəm? Pul hardan kazanacağım? Evimi sataram. Axı mən kiminlə yaşayacağım? Kiraya ev tutmaq çox bahadır. Uf, yaxşı, sağ olun. Sizin də nömrəmizi silirəm. Müdürüm, sil. Uf, mən nə edəcəm axı? Ne oldu Leyla? Gülər deyimi sizə. Gülər, mənim müdürüm məni bank işdən qovub. Niye? Kimsə mənim haqqımda şikayət edib ki, mənə az maaş verir. Bilirsiniz ki, biz də onu vermirik. Bizim əlimizin altındakılar onu eləyir. Biz sadəcə kartın hesabını bizə deyirlər, pul məbləğini. Biz də kartın hesabına atırıq. Oradakı bir də xanım da gedib deyib ki, mən bu xanımdan şikayətim, mənim 50 qəpiyimi az yazıb. 50. Bəli. 50 qəpik üçün. Bəli, mən işdən qovdum. Müdürüm də müştəriləri üçün çox, yəni müştəriləri üçün daha həssas. Ona görə 1 qəpik belə olsa adamı işdən qovur. Və deyir ki, siz evinizi də satmazsınız. Şimdi mən neyini evimi də satacağım. Mən harda qalacağımı bilmirəm. Deyir ki, gedin kirayədə qalın. Gerçekten şeye bak. Gelin ben de kalın da. Ben onsuz da tekem. Hiç kimsem yoktu. Anam babam hiç kimsem yoktu. Gelin benimle kalın. Bu koca evde tek başıma otururum. Olar. Ve elbette ki olur. Yaxşı, bugündən sonra o siz dediniz ki, otağım çoxdur. İsterse uşak otağı ayrı inir. Onun için yani ayrı bir geçeyim. Aksesuarlar alalım. Onda oğlumun otağı bura olsun ya da mənim otağım bura olsun. Yok size en geçin otakları gösterelim. Onda oğlumun otağı bura olsun ki, oğlum televizyona falan baxmaq üçün, həm də ayaq yolu da tam yanındadır, rahat gedib gələr. Üst kata gəlirlər. Fatih, gelsin otağını göstereceğim. Dersiz burada kalacak. Wow, yaxşı. Aa, xanım, biz birlikdə qalaq bir otaqda. Yok sizin ayrı ayrı otaklar. Hə, yaxşı olar. Fatih gel.
Fatih buraya